öz pulumuzu, işlədiyimizi hesablayanda satdığımız onu ödəmir. Fəhləliyimizi ödəmir o satdığımız. Belə də qırırdan 2% ara görsədir 8%-dən milyonlarla pul qazanılır. Amma bazara girmək mümkün deyil. Palçığı yağış yağına, su palçı burası. Gəlib rezni çəmə geyinəsə bazarda gəlsin. Produksiya həddindən çox qiyməti produksiyanı artır, ancaq kənd təsərrüfatının qiyməti nabərat gündən günə azalır. Valla elə Hasan təmələ gəlmir, gecə yatmırıq. Gərək soyuq oldu, bunun yanındaca durasan, qalayasan, keçməsin. Keçdi, maroz vurur. Bir gecəyə bir boçka 20 litr yandırır. Vəziyyət budur. Bir həftəyə indi bu pomidor çıxmalıdır. Pomidor da Azərbaycandan gəlib dolubdur. İndi bilmirik biz neçə satacağıq, kreditimizi nətər ödəyəcəyik. Bir əl qar yatızdırdı aranjeri. Qulonkalar kəsildi, töküldü, təzdən kreditə girdik, bir də pul götdük. İndi məhsulumuz hazırdır. İndi nətər qiymətə gedəcək, onu da Allah bilir. Xiyar da ki, hələ gedir. 2'ye gedir, 2 yarıma gedir. O da zorla. Gəlib alverçi yoxlayır. Nə tərdir, nə də qiymətini azaldır, gedir, bizi də qane eləmir. Hər il pomidor bunun dərmənidir. Bunun nə bilim mən suvarmasıdır. Bunun fəhlələrin işlənməsidir. Hər fəhlə işləyəndə 7 saat işləyir, 7 laridən pulunu alır, gedir. 5 fəhlə işlədir gündə. Fəhlə olmasa tək başına biz becərdənmərik. O 20 min, o 15 min əkim var burada. Alıyı təzəcə aladan çıxartmışıq fəhli ilə. Belə də qırırdan 2% ara görsədir 8%-dən faiz verilir belə. 1000 manatda nə qədər pul eləyir? Götürən 15-20 min götürür, ya 40 min götürür. Nə qədər faiz eləyir? Produksiya həddindən çox qiyməti produksiyanı artır, ancaq kənd təsərrüfatının qiyməti nabərat gündən günə azalır. Əvvələn siqaret 2 lar idi başqası. Aksisi qoydular, indi 8 lar, onları o 6 lar baxır siqaretlə. Hansı kənsini belindən çıxır. Əkin də ödəmir. Bazarda qiymət yox ki, bazara mümkün deyil girmək. Xərci borcunu ödəmir. Karıfqanı mesela bir şey yaparsan birine 2 manat alırlar. Milyonlarla pul kazanırlar ama pazara girmek mümkün değil. Palçığı yağış yağına, su palçı burası. Gəlib rezni çəmə geyinəsə bazarda gəlsin. Bazara getmək. Mənim tutaq sırf 100 kilo. 100 kilo mən məhsulum bazara aparanda məndən alır 40 manat pul. Satdığım 100 manat pul eləyir, 40'ını da bazara girmək. Bax belədir. Ona görə qapıda da dəyər-dəyərimizə veririk. O olur, hə, qovalayırlar. Gedin bazarın içine zorla. Orada çek puludur, yer pulu verəndə heç bir şey. Əl bak çıxdın gəldim diyor. Covid vaxtı, korona vaxtı 80 qəpiyə firma yığırdı buradan, aparıb 4 manat özləri satır. Biz də birdən işə çıxa bilmirik. Öz pulumuzu, işlədiyimizi hesablayanda satdığımız onu ödəmir. Fəhləliyimizi ödəmir o satdığımız. Bir usta gəlində kredit versən. Hər ailədə 5 nəfər səhər tezdən axşama İşte bunu gör haraya vurur. Da belədir vəziyyət. Bizim kənddə 140 ev var. 140 evin 2-3 malı var. Ona görə ki, bundan əvvəl bizim Calada oturacaq sahəmiz var. Böyük sahə idi oturacaq sahəmiz. İndi oturacaq sahəsini zəbt eləyibdilər. 1 metr oturacaqdan ötürü yer yoxdur. Ona görə də bizim kənddə 2 kariyer aldı, asfalt aldı, başqaları aldı. Əvvəllər alacaq 280 baş mal var bu kənddə. Bəli. Hər qapıda 3-4 mal var. İndi heç kimdə yoxdur. Oturacaq var idi, saxlaya bilir. Tək gəlirimiz kənd təsərrüfatıdır. Prosenti çox yuxarıdır. 30%-dən yuxarıdır. Cəmaət 20 min, 30 min, 50 min kredit götürür. Bir ildə indi onun faizini hesabla nə qədər. Ona görə cəmaət əkin sahəsindən satdıqları ödəmir. Ona görə cəmaət bankrotda olur. Bir il satdığı gələn bizim əsas gəlirimiz pomidor xiyar satmaqlandır. Ona görə bugünkü günü xiyarın qiyməti 2 manatdır. Adi 10%'di saçskanın qiyməti 25 manatdır. Ona görə cəmaatın vəziyyəti ağır olur.
bankı verə bilmir. Bu, məsələn, qış əkinində hərə 5 maşın, 10 maşın odun alır. Odunun da qiyməti 2000 lar idi. 10 maşın alanda 20 min eləyir. Bunun toxumu var, bunun başqa qulyon qalmağı var, işçiləri, fəhləsi var. Ona görə cəmaət əksik qiymətə satanda bankların borcunu da verə bilmir. Bir ildən gələn ilə qalır. Gələn ildə ödənməyəndə 2 qat artır. Keçən il bugünkü günü 3 manat, 4 manat belə. Produkt da baha döydüdən belə. Heç kimdən soruşmurlar ki, nəyə görə artır produktun qiyməti. Amma satdığımız məhsulun qiyməti, məsələn, indi 2 manatsa da xiyarın qiyməti bir aydan sonra olacaq 50 tetri. Vallahi pomidor 8-10 manat idi. İndi bu xaricdən gələn pomidorlar deyilənə görə bugünkü günü 4-ə, 5-ə, bəli, aşağı səviyyə. Belə getsə manat yarıma çıxacaq cəmaətin ki çıxanda.